Dəmir qapıdan təbrik edirəm. Bu da bizim için. Eyni zamanda müəllimə təşəkkür və minnətdarlığımı bildirirəm ki, belə bir vaxtda Gənclər Akademiyasının yarandığı və onun qarşısında məsul vəzifələr qoyulub müəyyənləşdirdiyi bir dövrdə bizi bu sahədə gənclərlə iş üzrə məsul şəxslər müəyyənləşdirmişdir. Mən öz şəxsi təcrübəmdən bilirəm ki, gənclərlə birlikdə fəaliyyət göstərmək, onlarla artıq ünsiyyətdə olmaq, xüsusi olaraq intellektual gəncliklə daim ünsiyyətdə olmaq, dostluq münasibətində olmaq, insanı həm intellektual olaraq, həm informativ olaraq, həm də eyni zamanda ruhən gənc saxlayır və buna görə də mən bunu etimad hesab etməklə yanaşı, həm də müəyyən bir avantaj hesab edirəm. Müəllimə görə təşəkkürümüzü bildiririk. İlk növbədə gəncliyin dəyəri nədədir? Sualını cavab vermək istərdik. Elə bir filolog olduğumuza görə metaforik bənzətmə aparmaq istərdik. Belə bir ifadə var. Deyirlər ki, kiçik bir toplumun içərisində, proqram səviyyəsində qollu, budaqlı, nənək bir palıd ağacının ömrü açmışdır. Əslində bu metaforik ifadə gənclərin qabiliyyətinin, potensialını tam şəkildə özündə ifadə edir. Gənclər bugünkü sosial gerçəkliyin yalnız aktiv təmsilçiləri deyildirlər. Gənclər eyni zamanda gələcəkdə müəyyənləşən strukturların bugündən müəyyənləşdiriciləridir. Yəni bu mənada Alman filosofu Heideggerin məşhur bir ifadəsinə müraciət etmək istəyirik. Deyir, varlıq nədirsə odur. İnsan isə nədirsə o deyil. Əslində biz hesab edirik ki, Heideggerin həmin bu fikri bütövlükdə insanlıqdan daha çox gənclərə şamil olma bilər. Çünki filosof burada insanın potensial varlığı olması, daim gələcəkdə açılan varlıq olması anlamını iləri sürməyə çalışmışdır, iləri sürmüşdür daha doğrusu və həqiqətən də artıq fəaliyyət göstərmiş, ömrünü başa vurmuş, yaşlı nəslin nümayəndə, deyək ki, 100-dən yuxarı yaşlı olan bir kəsdən potensial gözləmək bir o qədər deməli, ağlabatan deyildi. Əslində bu gənclərə aiddir. Lakin bir məsələ vardır ki, bəzən gənclərin bu gənclərə belə yanaşma müəyyən mənada metaforik təsir bağışlayır. Bəzən gənclər haqqında çox danışılır, lakin gənclərin özü ilə danışmırıq. İndi yəqin ki, qarşıda duran ən əsas məsələ gənclər haqqında danışmaqdan gənclərlə danışığa keçid etmək olmalıdır. Və qeyd edək ki, İslam müəlliminin rəhbərlik etdiyi akademiyadakı gənclər hərəkatının əsas məqsədlərindən biri də məhz gənclər haqqında danışmaqdan gənclərlə danışmağa keçid etməkdir. Bayaq haqqında danışdığımız həmin o palı toxum metaforasına müraciət edək. Əgər həmin o proqram səviyyəsindəki palıdın fiziki mənada qollu-budaqlı palıd olması üçün ekoloji şərait, torpaq, su, zaman resursu lazımdırsa, gənclərin də həm peşəkar bir kadr kimi, həm milli mənəvi dəyərlərə sahib olan bir vətəndaş kimi yetişməsi üçün təbiidir ki, təhsil infrastrukturu lazımdır, stimullaşdırıcı tədbirlər lazımdır, maliyyə təminatı lazımdır və s. və ilaxirə. Bütün bunlar nəzərə alınaraq, Akademiyada İslam müəlliminin rəhbərliyi ilə artıq hərəkat, gənclər hərəkatı, Gənclər Akademiyası timsalında özünün yeni mərhələsinə qədəm qoymuşdur. Elmdə gənclik kəmiyyət, rəqəm ifadə etməkdən daha çox qərarverici subyekt olmalıdır. İslam müəllim də öz çıxışında qeyd etdi, son illər ayrı-ayrı şöbələr, ayrı-ayrı institutdakı vəzifələr səviyyəsində yox, məhz elmi müəssisə rəhbərliyi səviyyəsində gənc kadrların təyinatı əslində bu tendensiyanın bilavasitə nümunəsidir ki, İslam müəllim də bunu öz çıxışında qeyd etdi. Bura onu da alabilirler ki, reyaset heyetinin, avukatının şöbe müdürlerinin hamısı 90% genç ve olsa nesli var. Burada bugün bu tədbirdə gənclərimiz iştirak edirlər. Biz bunu bir fürsət kimi dəyərləndiririk və təbii olaraq yəni bir tövsiyə intonasiyasında yox, məhz qarşılıqlı dialoq, fikir mübadiləsi, fikir bölüşmək intonasiyasında bir neçə son dövrlər oxuduqlarımız, düşündüklərimiz, bizi narahat edən, düşündürən bəzi məsələlərimizi də gənclərlə bölüşmək istəyirik. Yəni bunu bir fürsət kimi dəyərləndirək.
İlk növbədə onu qeyd edək ki, müasir dövrdə gənclərin həm qarşısında duran vəzifələr, həm də həmin vəzifələrin icrasından irəli gələrək məsuliyyətlər əvvəlki dövrlərdən və mərhələlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Bunu bir ifadə edərkən sadəcə bir ritorika namına ifadə etmirik. Bunun arxasında ciddi elmi araşdırma dayanır. Amerika antropologu Margaret Mead'in bəşəriyyətin inkişaf tarixinin bölgüsü konsepsiyası, modeli vardır. O qeyd edir ki, bəşəriyyət 3 inkişaf mərhələsindən keçmişdir. Bu Topler'in bölgüsünə də müəyyən mənada yaxındır. Birincisi postfigurativ mədəniyyət mərhələsidir. Bu mərhələdə o irəli sürür ki, informasiya, bilik cəmiyyətdə daha çox yaşlı nəsildən gənc nəslə ötürür. Məsələn, Kitab-ı Dərəqurluğun bilik daşıyıcısı olduğu kimi. O deyir, ikinci konfigurativ mədəniyyət nümunəsidir. Burada bilik yaşlı nəsildən gənc nəslə ötürülməklə yanaşı, gənc nəslin özü arasında da bilik ötürülməsi müşahidə olunur. Bu da sənaye cəmiyyətinə xasdır. Üçüncüsü isə figurativ mədəniyyət mərhələsi adlandırılır ki, burada informasiya cəmiyyətində yaşadığımız indiki dövrdə bilik daha çox gənc nəsildən yaşlı nəslə ötürülür. Artıq göründüyü kimi, müasir dövrdə bütövlükdə sivilizasiyanın taleyi gənclərin əlindədir. Onların hansı tip informasiyanın, hansı mexanizmlər əsasında, hansı rəqabətlilik şəraitində özündən sonraki orta nəslə və yaşlı nəslə ötürməsindən asılıdır. Yəni, bir qeyd edəndə ki, gənclərin qarşısında duran məsuliyyət həddindən artıq böyükdür. Bax, bu elmi yanaşmanı nəzərdə tutulur. Biz hesab edirik ki, mən buna görə də gənclər eyni zamanda özlərini elmi, intellektual fəaliyyətlərində məhz bu məsələləri ciddi olaraq nəzərə almalıdırlar. Mütəxəssislər hesab edir ki, müasir dövrdə informasiya cəmiyyətində biliyin əldə edilməsi sahəsində heç bir problem yoxdur. Əsas problem fərdin məhdud diqqətinin idarə olunması və yönəldilməsindədir. Yəni, indi rəqəmsal platformalar istifadəçilərin diqqətini maksimum özünə cəlb etmək məqsədi ilə çoxlu sayda tutaq ki, virtual mexanizmlər, müxtəlif vizual stimullaşdırıcı trendlər, emosiyalarla təsir edən müəyyən roliklər və s. hazırlayırlar və burada fərdin diqqətinin cəlb edilməsi əsas meyardır, əsas məqsəddir. Və belə bir şəraitdə baş verən hərəkat, baş verən proses ondan ibarət olur ki, tədricən fərdin tədqiqatçı üçün lazım olan dərin fokuslanması azalır, idrak parçalanır və faktın, informasiyanın mənalandırılması getdikcə təhdid xarakter alır. Sanki bugün müasir informasiya gerçəkliyində gənclik iki alternativ qarşısında qalıbdır. Birinci, ekranı sürətlə çevir, müvəqqəti həzz al və yoxdur. İkincisi, kitabın vərəqini aramla çevir, səbirlə dərindən düşün və var ol. Onu da qeyd etmək istəyir ki, bu informasiya cəmiyyəti şəraitində insanın mahiyyətinə fəlsəfi yanaşma da dəyişirdir. Məlumdur ki, klassik fəlsəfədə, xüsusən Descartes-in yanaşmasında, əgər düşünürəmsə varam tezisi əsas və aparıcı idi. Hal-hazırda həmin tezis informasiya cəmiyyətində görünürəmsə varam, layiq olunuramsa, layiq edirəmsə varam, bəyənilirəmsə varam şəklində transformasiya olunmuşdur. Bax, belə bir şəraitdə gənclik qarşısında duran məsuliyyətlər həddindən artıq çoxdur və çıxış yolu məhz tarixən olduğu kimi bütün vizuallaşmasına və bütün rəqəmsallaşmasına baxmayaraq yenidən kitaba dönüş, kitabla birlikdə olmaq əhəmiyyət daşıyır. İlk baxışdan kitab informasiya cəmiyyətinin fundamental əsaslarının ziddinə olan bir mədəni fenomen kimi görünür. Lakin əslində isə bu mərhələdə kitabın qarşısında duran funksional məqsədlər əvvəlki dövrlərdən tamamilə fərqlənir. Yəni, əvvəl yalnız kitab bilik daşıyıcısı idisə, indi kitab bütövlükdə bəşəriyyətin sivilizasiyanın, icraçının qoruyucusu kimi çıxış edir. Və bu mənada kitaba dönüş son dərəcə mühüm rol oynayır. Burada zalda əyləşən bizim gənclərimizin əksəriyyəti fəlsəfə doktorlarıdır və yaxud da fəlsəfə doktorları olmağa hazırlaşırlar, tədqiqatçıdırlar
Ona görə mən fürsətdən istifadə edib tədqiqatçıların nəzəri metodoloji yanaşması ilə bağlı bir neçə məsələni də onlarla bölüşmək arzusundayam. Yəni onlara da yaxşı məlumdur ki, fəlsəfə doktoru elmi dərəcəsinin fəlsəfə elmi ilə heç bir bağlılığı yoxdur. Ədəbiyyatçıya da, dilçiyə də, filoloqa da, bioloqa da. Ona görə fəlsəfə doktoru adı verilir ki, yəni bu Avropa təcrübəsindən gəlir. Onlar elmin bu və ya digər sahəsində müəyyən bir problemi müəyyənləşdirir, ona müəyyən bir nəzəri metodoloji alətlə, vasitə ilə, metodla yanaşmağı bacarırlar. Bu səriştəni əldə etmiş olurlar. Bu mənada fəlsəfə doktoru elmi dərəcəsinin əsas məqsədi nə qədər paradoksal səslənsə də öyrətməkdən daha çox öyrənməyi öyrətmək təşkil edir. Bu baxımdan bir Einstein'in bir kitabını nəzərə çatdırmaq istəyirik. O deyir ki, təhsilin, elmin əsas məqsədi faktları öyrətmək olmamalıdır. Kitablarda olmayan faktlar haqqında düşünməyi öyrətməkdən ibarət olmalıdır. İndi burada əyləşən gənclərimizin çoxu ictimai humanitar elm sahələrinin nümayəndələridir və ictimai humanitar elm sahələrində fakt daha çox tədqiqatın ikinci materialı olsun. Nəzəri metodoloji yanaşma, ümumiyyətlə analiz, sinter, bu tipli elmi anlayışlar isə memarlıq konstruksiyası hesab olunur. Yəni memarlıq aspektindən əgər sən nəzəri metodoloji tərcihdə əldə etmişsənsə, müəyyən bir məsələ yanaşmada artıq sən bir peşəkar mütəxəssis kimi yetişmişsənsə, istənilən faktı asanlıqla tədqiq edə bilirsən. Bizim arzumuz ondan ibarətdir ki, gənclərimiz öz elmi tədqiqatlarında məhz bu nəzəri metodoloji baxımdan yetişmək məsələsini nəzərə alsınlar. Gənclərlə bölüşmək istədiyimiz, demək istədiyimiz sözlərin sərdindən çoxdur. Vaxt məhdudiyyətində nəzərə alır, sonraki tədbirlərində saxlayır, bir daha gənclərimizi elm günü münasibəti ilə təbrik edir, onlara uğurlar olsun.